Rusiya Dövlət Duması miqrasiya sahəsi ilə bağlı bir sıra qanunlar qəbul edibdi. Yeni qanunlara əsasən əmək miqrantları Rusiyada yaşayan özlərini və himayəsində olan ailə üzvlərini müvafiq region üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməli. Həmçinin himayəsində olan hər bir ailə üzvü üçün müəyyən edilmiş sabit avans ödənişini həyata keçirməlidirlər. Bu tələblər yerinə yetirilmədikdə əmək patenti və ya iş icazəsi ləğv ediləcəkdir və ya verilməyəcəkdir. Əcnəbinin Rusiyada qalma müddəti isə qısaldılacaqdır. Bundan başqa bəzi kateqoriyadan olan əmək miqrantları üçün aylıq sabit avans ödənişlərinin məbləği də artırılır. Qanuna əsasən vergi orqanları və Daxili İşlər Nazirliyi əcnəbilərin gəlirlərinin olub-olmamasını yoxlamaq səlahiyyəti əldə edəcəkdir. Həmçinin əmək fəaliyyəti məqsədi ilə Rusiyada olan əcnəbilərin 18 yaşına çatan övladları 30 gün ərzində ölkəni tərk etməli olacaqlar. Bundan əlavə il ərzində işləməyən və ya gəliri özü və ailə üzvləri üçün müəyyən edilmiş minimum səviyyədən aşağı olan əcnəbilərə müvəqqəti yaşamaq icazəsi və ya daimi yaşamaq icazəsi də verilməyəcək, yaxud həmin sənədlər ləğv ediləcək.